Space xəbərə baxırsınız. Paytaxtın ən məşhur kafelərindən biri sökülür. Eyni zamanda həmin ünvanda daha bir neçə iaşə obyekti, fərdi evlər, həmçinin binaların da sökülməsi planlaşdırılır. Ərazidə daha hansı işlərin görüləcəyi ilə bağlı məlumat növbəti süjetimizdə. Söküntü ilə bağlı məlumatınız var? Var. Paytaxtda daha bir ünvanda infrastruktur layihələrinin icrası məqsədi ilə söküntü işləri aparılacaq. Görüntülər Xətai rayonu Zıq şosesi 14 və Ramiz Quliyev küçələrinin kəsişməsindəndir. Görüləcək işlər Bakının baş planına əsasən həyata keçiriləcək. Sözgedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək. Söküntü ərazisində Bakının ən məşhur iaşə obyektlərindən biri olan Nargilə kafesi də var. Ərazidə aparılacaq abadlıq quruculuq işləri çərçivəsində buradakı köhnə tikililərlə yanaşı təxminən 60-a yaxın yaşı olan bu kafenin söküləcəyi də gözlənilir. Kafenin yerində gələcəkdə yeni salınacaq yolun keçəcəyi gözlənilir. Məlumata görə söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni yol qovşağı salınacaq və bundan sonra layihəyə uyğun geniş miqyasda abadlıq işləri görüləcək. Artıq sakinlər də söküntü və görüləcək işlər barədə məlumatlandırılıb. Ölçülər, biçilər, bu gün savadı darıxmıyor, heç nə əl vurmuyor, söküntü eləmiyor. Bina tikərlər də, jekdən veriblər də. Həyət evlərin sökəcəklər, obyektləri sökəcəklər, hansı məlumat deyib? Köhnə binalar söküləcək. Lakin sakinlər bildirir ki, planlaşdırılan söküntülərlə bağlı onlara nə rəsmi məlumat verilməyib, nə də ev və obyektlərinə görə kompensasiya ödənilməyəcəyi, eləcə də yeni mənzillə təmin olunmayacaqları barədə də xəbərsizdirlər. Verilən məlumat oradan demişlər, qazıntı edəcək, qabaqda atmışlar, belə körpü gedəcək. Onu bilirdik, ancaq Nargilədən heç kim gəlib bizə məlumat verir. Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin ərazidə planlaşdırılan infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində artıq investorlar cəlb olunub. Hazırda əraziyə uyğun layihələndirmə işləri aparılır. Sakinlərlə də müvafiq söhbətlər aparılır. Bax, bu səpkidə rayonumuzda da həmin deyilən ərazidə də investorların cəlb olunması ilə bağlı toxuculuq kombinatı deyilən ərazidə, Nargilənin ətrafında bax, belə bir deməli layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Bakının baş planına əsasən bu kimi infrastruktur layihələr paytaxtın bütün rayonlarını əhatə edir. Rəşad Vəkiloğlu, Bəkir Həşimov, Space xəbər.